1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakı yalnız atəş səslərinə deyil, insan ağrısına da oyandı. Şəhərin küçələri zirehli texnika ilə, xəstəxanalar isə yaralılarla doldu. Həmin gecə ağ xalat geyinənlər üçün zaman anlayışı dəyişdi. Onlar üçün gecə-gündüz yox idi. Yalnız həyatla ölüm arasında mübarizə vardı. Həmin gecə gənc bir həkim üçün bu peşə yolunun ən ağır ilk sınağı idi. O vaxtı təzə həkim idim deyim, birinci yaralılar yadıma düşdüyünə görə mən özümü xəstəxanaya çatdırdım. 5 nömrəli xəstəxanaya, həmin yerdən də xəstəxanaya qədər ayağımla getmişəm. Deməli, həmin gecəni bizə 25 yaralı daxil oldu. 25 yaralılar içərisində onu da qeyd edeyim ki, deməli, əksəriyyəti o trasir işıq güllələr deyilir, işıq saçan güllələr və onların da istiqaməti qarın boşluğuna daxil olanda, hansısa bir boşluqlu orqana daxil olanda oranı parçalayıb çıxmaq adı var. Mən bu hadisələr içərisində bir nəfəri daha çox xatırlayıram. Qayıbov Ələsgər var idi, cavan oğlan idi. Həmin oğlanı güllə yarası deməli girərək arxada çanaq sümüyünə girmişdi güllə və çanaq sümüyünə girən hissədən biz onu çıxarda bilmədik. O xəstəni qanaxmadan xilas edə bilmədik. Yəni o vaxtda bizim əlimizdə hazırlığımız da yox idi ki. İşıqsız əməliyyat otaqları, döşəmədə tikilən yaralar və baş üzərindən keçən güllələr. Güllələr buradan nətər gedirdi, biz işıq yandıra bilmirdik. Lampanı qoyurduq yerə, yaralıları biz stollarda yer olmurdu. Yaralıları biz ancaq yerdə döşəmədə tikirdik. Yəni qolu, qıçı, harası yaralanmışdısa qəlpələri biz çıxartmaqla məşğul idik. Çünki işıq gələn yerlərə güllə atırdılar. İşıq yansa biz vurula bilərdik. Həmin gecə, bu bizim rəsmi siyahımızda da var idi, 98 nəfərə biz xidmət göstərdik həmin günü. Xalq ədalətsizliyi unutmadı, susmadı, illər keçdi. O gecənin ağrısı yaddaşlardan silinmədi, amma həmin ağrı mübarizə ruhuna çevrildi. 30 il sonra Azərbaycan haqqı ədaləti döyüş meydanında bərpa etdi. 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayanda həkimlər yenidən ön cəbhədə idilər. Bu dəfə əməliyyat otaqları ilə yanaşı döyüş bölgələrində, səyyar hospitallarda, raket və artilleriya atəşi altında yaralıların yanında. 20 yanvar gecəsi başlayan ağ xalatlı mübarizə 2-ci Vətən müharibəsində də davam etdi. Həmin gecə həyat xilas edən həkimlər bu dəfə qalib ordunun yanındaydı. Vətən müharibəsində də mən özüm əslən Kəlbəcərliyəm və vətən torpaqlarını itirdiyimizə görə mənim ürəyim daha çox yanırdı və mən hiss eləyirdim ki, biz torpaqları alacağıq. Burada mən ərizə yazıb Kəlbəcər istiqamətdə döyüşən qoşunlarına yardım eləmək üçün Daşkəsən rayonunda təşkil olunmuş hərbi hospitala getdim və professor kimi mənə o hospitalda o işə rəhbərlik eləmək tapşırığı verildi və mən orada yenə yaralılarımıza axıra qədər yardım göstərə bildim. 44 günlükdə burada olanda mən həmin o laydivar oğlanların dərisini qaldırıb altını işləmişik. Təsəvvür ki, onlarda bir o qədər həyat eşqindən gözlərində alov var idi ki, onlar da yenə öz canının hayında yox, sanki deyirdi ki, bir dənə məni sağaldın, təzdən mən orduya qayıdım, təzdən xidmətə qayıdım. Bax, bəli, o uşaq, elə oğlanları görmüşük. Beləliklə, bugün Azərbaycan bütövdür. Bugün Azərbaycan xalqı qalibdir və bu qələbədə silah tutan əllərlə yanaşı həyat xilas edən ağ xalatlı qəhrəmanların da imzası var.